Koç bürcü 24 Mart 2025-ci il hər şeyə nail olacaqsınız. Müsbət münasibət və hərəkət rahatlığı sizə çoxlu sayda işin öhdəsindən gəlməyə kömək edəcək. Hətta başqalarının öhdəsindən gəlməkdə çəkindiyi vəzifələr də sizə çətin görünməyəcək. Şöhrətpərəstliyiniz rəhbərliyinizin gözü qarşısında özünü yaxşı təqdim etməyə imkan verəcək. Bununla belə diqqətli olun ki, həddi aşmayın və öz barışmazlığınıza görə sizin üçün vacib olan insanlarla münasibətlərinizi korlamayasınız. Günün ortasına əksər qoçlar ehtiyatlı davransalar yaxşı olar. Sənə deyilən hər şeyə etibar etməməlisən. Siz təsadüfən və ya qəsdən yanlış məlumatlara məruz qala bilərsiniz. Buğa bürcü 24 Mart 2025-ci il xoş anlar olmadan olmasa da olduqca çətin gündür. Səhər saatlarında bir çox buğa hər hansı bir mövzuda mübahisə etməyə meyilli olacaq ki, bu da həmkarları və ya qohumları ilə münasibətlərə yaxşı təsir göstərməyəcək. Həmişə yaxşı anlaşdığınız insanlarla belə bir-birinizi başa düşə bilməyəcəksiniz. Bəzi xoşa gəlməz xəbərlər ala bilərsiniz, amma həqiqətən pis bir şey olmayacaq. Günün ortasında yeni biliklər əldə etmək üçün qeyri-adi əlverişli məqam olacaq. Hər şeyi tez qavrayacaq və uzun müddət xatırlayacaqsınız. Əkizlər bürcü 24 Mart 2025-ci il sıx bir gündür. Əgər kifayət qədər səy göstərsəniz, çox şeyə nail ola bilərsiniz. Bununla belə bəzi əkizlər heç bir səbəb olmadan narahat olmağa meyilli olacaqlar ki, bu da onların diqqətini vacib şeylərə yönəltməsinə mane olacaq. Özünüzü bir yerə çəkməyə çalışmaq vacibdir. Onda nəticələr ən vəhşi gözləntilərinizi belə üstələyəcəkdir. İş yerini dəyişmək və ya karyera yüksəlişi üçün əlverişli zamandır. Yeni şeylər öyrənmək, mürəkkəb problemləri həll etmək, orijinal planları həyata keçirmək üçün əlverişli zamandır. İstənilən işdə sizə kömək edəcək həmfikir insanlara asanlıqla tapacaqsınız. Xərçəng bürcü 24 Mart 2025-ci il ziddiyyətli gündür. İmpulsivlik və əsəbilik diqqətinizi tapşırıqlarınıza cəmləməyə mane olacaq. Bəzi xərçənglər yaxınlarının problemlərini həll etmək üçün işlərinə ara verməli olacaqlar. Səhər böyük sövdələşmələr bağlamaq və ya mühüm danışıqlar aparmaq üçün çox uyğun deyil. Lakin çətin dövr uzun sürməyəcək. Günün ikinci yarısı kifayət qədər əlverişli olacaq. Bəzi cəsarətli ideyaları həyata keçirə biləcəksiniz. Bir vaxtlar sonraya təxirə salınmalı olan işləri yerinə yetirməyin vaxtı gələcək. Qarşınızda gəlirli imkanlar açılacaq və siz onları əldən verməyəcəksiniz. Şir bürcü 24 Mart 2025-ci il səhər uğurlu olsa da qeyri-müəyyən bir gündür. Başqa insanların maraqlarını başa düşməyi asan tapacaqsınız. Buna görə də danışıqlar uğurlu olacaq. Yeni perspektivli əlaqələr qurmaq mümkün olacaq. Bəzi şirlər nüfuzlu himayədarlar əldə edəcəklər. Bir çox səylərdə şanslı olacaqsınız. Lakin bu öz səylərinizi ləğv etmir. Günün ikinci yarısında işlər biraz da qəlizləşəcək. Həmkarlarınızla kiçik fikir ayrılıqları ola bilər. Amma istəsəniz onların öhdəsindən gələ biləcəksiniz. Lazımsız risklərdən qaçın. Başqalarının köməyinə çox güvənməyin. Qız bürcü 24 Mart 2025-ci il gün çətin başlayacaq, amma tezliklə hər şey yaxşılaşacaq. Səhər ətrafınızdakı insanlarla müzakirələrə girməməlisiniz. Nəticəsi tamamilə sizdən asılı olan fəaliyyətlərlə məşğul olun. Emosiyalarınızın öhdəsindən gələ bilsəniz, günün qalan hissəsi yaxşı keçəcək. Bir çox qız bürcü çətin vəziyyətlərdə qeyri-standart həll yolları tapa biləcək. Uzun müddətdir həll etmədiyiniz məsələləri həll edə biləcəksiniz. Axşam dostlar və ya qohumlarla görüş üçün xüsusilə əlverişlidir. Tərəzi bürcü 24 Mart 2025-ci il qeyri-müəyyən bir gündür, amma daha çox yaxşı olacaq. Bəzi planlarınız həyata keçməyəcək və bu sizi biraz incidə bilər. Səhər sizə tanış olmayan sualları başa düşmək çətin olacaq. Təcrübəli həmkarlarınızdan kömək və ya məsləhət istəməkdən çəkinməyin. Onlar sizdən imtina etməyəcəklər. Əksər tərəzilər qeyri-adi dərəcədə cazibədar olacaqlar və bu diqqətdən kənarda qalmayacaq. Cazibədarlığınız bir çox məqsədə çatmağınıza kömək edəcək. Siz hətta çoxdankı bədxahlarınızı belə qazana biləcəksiniz. Ofis romantikasının başlanğıcını istisna etmək olmaz. Əqrəb bürcü 24 Mart 2025-ci il çox gözəl gündür. Səhərdən etibarən emosional yüksəliş və ilham hiss edəcəksiniz. Yeni əlaqələr qurmaq, mövcud əlaqələri gücləndirmək asan olacaq. Yaxşı olar ki, bir çox vacib məsələləri qeyri-rəsmi şəraitdə müzakirə edək ki, qarşılıqlı anlaşma daha tez əldə olunsun və hər şey razılaşdırılsın. Bir çox əqrəblər xüsusilə cazibədar və danışıqlı olacaqlar. Bəzi köhnə düşmənlər sizin tərəfinizə gələcək. Bütün planlaşdırılan işlərin öhdəsindən gələ biləcəksiniz. Axşam saatlarında həm istirahət, həm də xoş fəaliyyətlər üçün kifayət qədər vaxt olacaq. Ox atan bürcü 24 Mart
2025-ci il ən asan gün deyil. Səhər diqqətinizi işə cəmləmək çətin olacaq. Xırda şeylərə diqqətinizi yayındırmağa meyilli olacaqsınız. Əgər ictimai nəqliyyatla səyahət etməyi planlaşdırırsınızsa, yolda gözlənilməz gecikmələr ola biləcəyi üçün əlavə vaxt planlaşdırın. Yeni şeylər öyrənmək həmişəkindən daha çətin olacaq və hər şeyi anlamaq üçün çox səy göstərməli olacaqsınız. Bununla belə kifayət qədər səy göstərən oxutanlar yaxşı nəticələri əldə edəcəklər. Günün ikinci yarısında danışıqlar və istənilən ciddi məsələlərin müzakirəsi uğurlu olacaq. Diplomatiyanız münaqişələrdən qaçmağa kömək edəcək. Oğlaq bürcü 24 mart 2025-ci il. Gününüz xeyir. Başqalarının maraqlarını başa düşmək və kompromis həllər təklif etmək asan olacaq. Çox faydalı əlaqələr qura biləcəksiniz. Bəzi oğlaqlar nüfuzlu himayədarlar əldə edəcəklər. Cazibədar perspektivlər açılacaq. Bunu qaçırmamaq və onlardan yararlanmağa vaxt tapmaq vacibdir. Yeni şeylər öyrənmək, tanış olmayan bacarıqları yiyələnmək üçün əlverişli zamandır. Əldə olunan biliklər faydalı olacaq və gəlirinizi əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Axşam saatlarında ortaq iş və peşəkar maraqlarınız olan insanları ziyarətə dəvət etməyiniz zərər verməz. Dolça bürcü 24 mart 2025-ci il. Pis gün deyil, səhər saatlarında digər insanların iştirakını tələb edən işlər xüsusilə uğurlu olacaq. Birgə işləmək xüsusilə məhsuldar olacaq. Bir çox dolçalar başqalarının simpatiyasını oyatmağı asan tapacaqlar. Buna görə də mövcud əlaqələri gücləndirmək və yenilərini qurmaq fürsəti yaranacaq. Bağlanan sövdələşmələr böyük gəlir gətirəcək. Rəhbərliyinizlə əla reputasiya yarada və bununla da sürətli karyera yüksəlişi şansınızı artıra biləcəksiniz. Günün sonuna yaxın fəaliyyətinizi bir qədər azaltmağa və rahatlaşdırıcı bir şey etməyə dəyər. Balıqlar bürcü 24 mart 2025-ci il. Ən asan gün deyil. Sizə deyilən hər şeyə inanmağa tələsməyin. Sizi aldatmağa çalışa bilərlər. Səhvlərin qarşısını almaq üçün bütün vacib məlumatları 2 dəfə yoxlayın. Günün ilk yarısında diqqətinizi kənardan köməksiz bacara biləcəyiniz işlərə yönəltmək daha yaxşıdır. Əksər balıqlar çox iş görməkdən, tələsik vədlər verməkdən çəkinməlidirlər. Axşama doğru yaxınlarınızla ortaq dil tapmaq çətinləşəcək. Bu, mübahisəli mövzuları müzakirə etmək üçün ən yaxşı vaxt deyil.